Bu diyar Azərbaycanın qərb bölgəsində, Kiçik Qafqaz Sıra dağlarının ətəyində yerləşir. Onun möcüzəsi əsrlərdir ki, insanlara real fayda verir. Məhz bu möcüzənin sehri dünyanın dörd bir tərəfindən insanları özünə cəlb edir. Hər il 10 minlərlə turist bura möcüzə axtarışı ilə gəlir və bəxtəvərliklə geri dönürlər. Azərbaycanda bir neçə bölgə var ki, ora insanlar əsasən şafa tapmaq üçün gedirlər. Belə bölgələrdən biri də möcüzəli nefti ilə tək Azərbaycanda deyil, dünyada tanınan Naftalandır. Naftalan nefti müalicə məqsədi üçün istifadə olunan dünyada yeganə və unikal neftdir. Bu neftin möcüzəsini kəşf eləmək və Naftalanı tanımaq üçün buradayıq. Salam Naftalan. Naftalan adının etimologiyası süzülən və ya axıb gedən mənasını verən nafta sözündəndir. Nafta neftdən alınan maddənin adıdır. Naftalan həm də nafta ilə zəngin yer deməkdir. Naftalan şəhəri paytaxt Bakıdan 330 kilometr məsafədə yerləşir. Naftalana səfər eləmək üçün bir neçə nəqliyyat vasitələrindən istifadə edə bilərsiniz. O cümlədən təyyarədən də. Ən yaxın, yəni 60 kilometr məsafədə yerləşən Gəncə Beynəlxalq Hava Limanıdır. Naftalan olduqca müasir və turistik şəhərdir. Eyni zamanda arxeoloji qazıntılar zamanı tapılan Şah Sarayı onun çox qədim bir ərazi olduğundan xəbər verir. Biz hal-hazırda Naftalanda eramızdan əvvəl mövcud olan saray qalıqlarının üzərində dayanmışıq. Bu abidəni ilk dəfə 2020-ci ildə Müzəffər müəllim aşkar edib. Müzəffər müəllim, bu abidə haqqında başqa nə demək olar? Tədqiqatlar nəticəsində abidənin Əhəmənilər dövrünə aid böyük saray qalığı olduğu müəyyənləşdirilmişdir. Bizim bu nəticəyə gəlməyimizin əsas səbəbi ondan ibarətdir ki, burada eni 2 metrə yaxın 1,82 metr enində divarlar aşkar edilmişdir və bu divarların tikintisində standart 37x37 qalınlığı 10 sm olan kərpiclərdən istifadə olunmuşdur. Əhəng daşından və ya bərk cinsli qaya daşlarından istifadə edilməklə sütun atdıqları burada aşkar elədik və həmin dövrə aid çox zövqlə hazırlanmış saxsı məmulatı aşkar edildi ki, bütün bu aşkar edilmiş maddi mədəniyyət nümunələri bizə deməyə əsas verdi ki, bu Azərbaycanda indiyənə qədər sayca 3-cü Əhəməni dövrünə aid saray qalığıdır. Naftalan yalnız unikal təbii sərvəti ilə deyil, həmçinin tarixi və zəngin arxeoloji abidələri ilə də cəlb edici bir məkandır. Arxeoloqların yeni kəşfləri nəticəsində Naftalan sirlərini bizə açır və bu bölgəyə olan diqqəti biraz da artırır. Naftalan əsas Azərbaycanın turizm məkanlarından biri kimi tanınır və bu abidənin yaxınlığı onu deməyə əsas verir ki, Naftalan təkcə sağlamlıq turizmi deyil, həm də arxeoturizm ilə də məşğul ola bilər. Ona görə də bu abidəmizin tədqiqi və təbliğinin çox böyük elmi əhəmiyyəti vardır. Naftalan nefti insan sağlamlığı üçün əhəmiyyətli dərəcədə müsbət təsir gücünə malikdir və bu xüsusiyyəti ilə tarix boyu yerli əhalinin, o cümlədən səyyahların, tacirlərin marağına səbəb olub. Naftalan barədə hələ 12-ci əsrdə yaşamış Azərbaycanın
dahi şairi Nizami Gəncəvi əsərində yazmışdı. O, Naftalanın yaxınlığında yerləşən Səfikürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. 13-cü əsrdə yaşamış Avropalı səyyah Marco Polo da Azərbaycan ərazisindən keçəndə Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa ölkələrə daşındığını yazırdı. Qədim rəvayətə görə isə tacirlər indiki Naftalan ərazisindən keçəndə dəvələrdən birini xəstə olduğundan karvanbaşı onu karvandan çıxarmaq qərarına gəlir. Tacirlər dəvənin yükünü başqa dəvələrə yükləyib yollarına davam edirlər. Bir müddətdən sonra geri dönən tacirlər görürlər ki, həmin dəvə tamamilə dəyişib, kökəlib və gümrahlaşıb. Dəvəni izləyəndə məlum olur ki, dəvə gölün sahilində gəzir, tez-tez gölə girib çıxır, sonra da onun kənarında yatır. Onlar gölə əl vuranda yağlı olduğunu görürlər. Məlum olur ki, dəvəyə şəfa verən məhz bu yağlı maye idi. Müalicəvi əhəmiyyəti olan Naftalan yağı əsl təbiət möcüzəsidir. Qədim zamanlardan Naftalan yağı nəinki Cənubi Qafqazda, eləcə də Kiçik Asiyada, İranda və uzaq Hindistanda minlərlə xəstəyə şəfa verib. Bugün də bu möcüzəli maye minlərlə insanı ayağa qaldırır, dərdlərinə dərman olur. Bura ümidlərlə gələn insanlar bir çox xəstəliklərinə əlac tapırlar. Naftalanda bu fikirləri sübut edən unikal muzey də mövcuddur. Azərbaycanda unikal, dünyada isə analoqu olmayan bir neçə muzey var. Onlardan biri də Naftalanda yerləşir, Əsa muzeyi. Bu muzeyin çox maraqlı bir tarixçəsi var. Belə ki, bura sağlamlıq üçün gələn insanlar şəfa tapandan sonra əsalarını, qoltuq çubuqlarını burada qoyub gedirdilər. Sonra isə onlar təşəkkür məktubları yazırdılar. Bu əşyalar o qədər çoxaldı ki, muzey yaratmaq ideyası ortaya çıxdı. 1983-cü ildə Naftalanda Əsa muzeyi yarandı. Əsa muzeyində həmçinin Naftalanın tarixinə aid eksponatlar və Naftalanın ilk sanatoriyalarının fotoları da var. Fotoşəkillər vasitəsilə siz Naftalanda inşa edilən sanatoriyaların keçmişi ilə tanış ola bilərsiniz. Sovet dönəmində şöhrətini ildən ilə artıran bu bölgə indi də ənənələrini davam elətdirir. Uzun illər Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 19-cu əsrin ikinci yarısından Naftalan xarici sahibkarların diqqətini cəlb edir. Alman mühəndisi və iş adamı Yeger Naftalana gəlir. O, böyük bir sahə alıb bir neçə quyu qazdırır. Yeger sənaye üsulu ilə 250 metr dərinliyinə qədər quyu qazdıraraq neft çıxarmağa başlayır. Alman mühəndisi hasil elədiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını, yəni bu neft yanmadığını gördükdə əvvəlcə məyus olur. Sonradan Naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çıxarılan neftin bir hissəsi Naftalan dərmanını hazırlamaq üçün Almaniya aparılır. Tezliklə Berlində məşhur Naftalan Yeger firması yaradılır. Beləcə, Naftalanın şöhrəti dünyaya yayılır. $19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dünyanın bir çox iri şəhərlərində, həmçinin London, Hamburg, Qahirə, Tokyoda Azərbaycanda istehsal olunan, lakin Alman məhsulu kimi tanınan Naftalan dərmanı geniş şəkildə satılmağa başlayır.
Rus-Yapon müharibəsi dövründə Yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı. Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın. Beləcə başlanğıcı uğursuz görünən hekayə sonda uğur hekayəsinə çevrilir. Naftalan nefti deyilənə görə 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu neft əsəb, ginekoloji, uroloji, dəri və eləcə də qaraciyər xəstəliklərinin, həmçinin oynaqlarda olan problemlərin müalicəsi üçün effektli vasitələrdən biridir. Naftalan neftinin tərkibində olan maddələrin ağrı kəsici, iltihab əleyhinə və antialergik xüsusiyyətləri var. Bu da onu möcüzəli neftə çevirir. Onun özünə məxsus qoxusu var. Naftalan nefti təbii və qatqısızdır. Artıq neçə illərdir ki, həkimlər müxtəlif xəstəliklərin müalicəsi üçün məhz naftalan neftini təyin edirlər. Salam. Salam. Necəsiz? Təəssürat cüdəyəm zor. Ota-anamız bilan kelganmiz. Ota-onalarimiz judayam xursand hammasi. Servisdan, muolajadan, hammasidan xursand. Baraka topinglar. Rahmat katta. Tashakkur. Burada yerləşən otel və müalicə sağlamlıq mərkəzləri naftalan vannalarında nativ neftdən istifadə eləməklə müalicəni təmin edirlər. Bəzi tibbi prosedurlarda qətransız, yəni təmizlənmiş naftadan istifadə olunur. Təmizlənmiş naftalan neftindən alınan dərmanlar müxtəlif növ xarici və daxili müalicələrdə tətbiq olunur. Mən Mamatova Dilbar, O'zbekistondan keldim. Naftalan vannasini olaman deb, oyog'im og'rigan, qo'lim shamollashdan og'rigani uchun sanatoriya yaxshi deb eshitib, shu yerga dam olishga keldim. Hozir zo'r, mana vannani olyapman. Yaxshi, 5 kun bo'ldi kelganimga. 5-kun o'zi yaxshiligini sezdim. Oyoqlarimda og'riq yo'q. Qo'llarim yaxshi. O'zimni yaxshi his etyapman. Naftalan nefti ilə müalicənin müddəti minimal 7, maksimal 21 gün arası dəyişir. Müalicə müddəti ərzində pasientlər tibbi mütəxəssislərin və həkimlərin nəzarəti ilə mütləq fasilələrlə 4-12 vanna qəbul edirlər. Naftalan vannaları 38 dərəcə temperaturda təyin edilir. Bir vanna qəbulunun orta müddəti 8-10 dəqiqədir. Vanna qəbulundan sonra ən az 2 saat ərzində istirahət vacib sayılır. Təxminən 20 ildir vanna qəbul edirəm, vannaya gəlirəm. Onun naftalan vannasının deyirlər 1001 dərdin dərmanıdır, 60-70 müalicənin deyirlər dərdin dərmanı olduğuna görə mən də gəlirəm. Amma ağrımıram, heç bir ağrı da hiss eləmirəm. Yəqin ki, vanna qəbul edildiyimə görə də ağrımıram. Naftalan nefti dayaq hərəkət sistemi xəstəliklərinin müalicəsində də çox faydalıdır. Bunun üçün pasientlərə həkim göstərişindən asılı olaraq naftalan vannaları təyin edilir. Ümumi, oturaq və ya kamera. Beş yaşından yuxarı olan uşaqlara əks göstəriş olmadığı təqdirdə naftalanla müalicə təyin oluna bilər. Onların fizioterapiyası və vanna qəbulu müddəti böyüklərdən fərqlidir. Yalnız həkimlərin müayinəsi və göstərişi müalicənin gedişatını təyin edir. Kiçik uşaqlara da kömək eləyirik. Bizim müalicədən sonra uşaqlar ümumiyyətlə kəskin qrip xəstəliyi ilə 1 il sakit yaşayırlar, heç xəstələnmirlər də. Otel və müalicə sağlamlıq mərkəzlərinə üz tutan insanlar ilk növbədə hər tərəfli müayinədən keçdikdən sonra müalicəyə başlayırlar. Naftalan indi məşhur deyil, neçə min illərlə məşhurdur, ta ki qədim zamanlardan. Onun da ki müalicəvi gücündən hələ qədim zamanlarda Misirlilər də bilirdilər, Romalılar da bilirdilər.
Hal-hazırda Naftalan 77 xəstəlikdən çox müalicəni təsirini göstərir. Əsas müalicələr gedir hərəkət dayaq sistemində. Bel fəqərələrimizdə, boyun fəqərələrimizdə, oynaqlarımızda kəskin qocalma gedir. O kəskin qocalmanın qabağını almaq üçün Naftalan ən gözəl vasitədir. Əməliyyatsız, dərmansız, əsanla gələn adamlar əsanı qoyub burada çıxıb gedirlər. Hal-hazırda bu saat bizdə MDB ölkələrindən çoxdur. İsraildən əməlli başlı qonaqlarımız gəlir. Ümumiyyətlə bütün dünyadan gəlirlər. Şimali Amerika, Cənubi Amerika, Avstraliya, Zelandiya. Hal-hazırda bu saat Çindən qonağımız var. O da müalicə götürür. Möcüzəli işləri çoxdur Naftalanın. Onu da gerək mütləq qonaqlarımız gəlsin, onun gücünü görsünlər. Naftalanda sanatoriyaların birinin ərazisindəyik. Onu da deyim ki, burada hər sanatoriyanın özünün müalicə və prosedur qaydaları var. Amma hamısının əsasında Naftalanın möcüzəvi nefti dayanır. Naftalan nefti dəri xəstəlikləri üçün də əvəz olunmazdır. Ən çox tətbiq olunan prosedurlar bron vannaları, balneoterapiya, masaj, parafin və fizioterapiyadır. Onu da qeyd edeyim ki, Naftalan nefti ilə müalicə edilən xəstəliklərin spektri ilbəil artırılır. Меня зовут Наталья, я приехала из Алматы, Казахстан. Приехали вместе с мамой. Мама уже не первый раз сюда приезжает. Лечение очень помогает, она лечит суставы. Вот, и мы решили повторить, приехать еще раз. Мен Қазақстаннан келдім осы Нафталанға. Осы Нафталанға келгеннен бері күнде укол алатынмын, күнделікті таблеткалар ішетінмін. Нафталанға келгеннен бері таблеткіде уколда ішпеймін. Қазір кішкене ауырып тұр, өне бойым бәрі. Бірақ осындай не береді дейді, жәнегі организм кішкене ауыртып не қылады дейді, артынан осының бәрі ауырғандары басылады дейді. Аллаға шүкір, еміз жақсы, тамақтары жақсы, жүріп жатырмыз. Müasir dövrümüzdə Naftalan şəhərinin iqtisadiyyatının əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Müasir avadanlıqlarla təhciz olunan Naftalanın sağlamlıq mərkəzlərində müalicə almaq və qəşəng dincəlmək üçün hər cür şərait var. Naftalana həm də sanatoriyalar şəhəri deyirlər. İlk sanatoriya burada 20-ci əsrin 30-cu illərində qurulub. 150 çarpayılıq, o da mövsümü. İndi isə Naftalanda 20-yə yaxın sanatoriya fəaliyyət göstərir. 1264-cü ildə İtaliyadan Çinə səfər edən İtalyan səyyah Marco Polo'nun bir vaxtlar yağlı göllər adlandırdığı bu yer hal-hazırda beynəlxalq sağlamlıq turizm mərkəzidir. Burada göstərilən xidmətlərin əsasını dünyada analoqu olmayan Naftalan nefti ilə aparılan müalicələr təşkil edir. Sanatoriyalarda Naftalan neftinin istifadəsi ilə aparılan prosedurların rəngarəngliyi, həmçinin vitaminlərlə gücləndirilmiş Naftovitdən istifadə, Naftalan nefti və digər elektrofizioterapiyalarla müalicələr aparılan prosedurların effektini artırır. Naftalanda sanatoriyalarda menyular müxtəlifdir. Onlar çox çeşidli olur. Burada cürbəcür salatlar, şorbalar, isti yeməklər. Bundan başqa diyeta saxlayanlar üçün xüsusi menyu təklif olunur. Əsas qarnı doyuzdurmaq deyil, əsas sağlamlıqdır.
Naftalan şəhərində müalicə və istirahət eləmək il boyu əlverişlidir. Yay isti və xoş, qışı isə mülayimdir. Murov dağın təmiz havası, həmçinin şəhərin ekomühiti və biomüxtəlifliyin zənginliyi Naftalanda xüsusi mikroiqlim yaradıb. Bu isə şəhəri tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün çox əlverişli məkana çevirir. Naftalan şəhəri parkları, istirahət məkanları və yenilikləri ilə də turistlərə xidmət eləyir. Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyan müasir park və burada yaradılan pulsuz kitabxana sizin də diqqətinizi çəkə bilər. Onda qeyd edeyim ki, mini kitabxana günün istənilən saatında ödənişsiz fəaliyyət göstərir. Demək, dünyada çox məşhur olan bir balaca kitabxana formatı var və Azərbaycanda ilk dəfə bu Naftalan şəhərində tətbiq olunub. Adətən belə kitabxanalar parklarda, ictimai yerlərdə qurulur. Naftalanda isə bu Heydər Əliyev parkındadır. Ramilə xanım indi bu barədə bizə daha geniş məlumat verəcək. Little Free Library kitabxanası 2020-ci ildə Naftalan şəhər icra hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır. Mini kitabxanamızda müxtəlif dildə kitablarımız yer almışdır. Əsasən ingilis, rus dili və türk dili, Azərbaycan dilində kitablarımız yer almışdır. Mini kitabxanamız günün 24 saatı açıq olur. Şəhərimizə gələn turistlər gördüyünüz bu çınar ağacının altında əyləşib, mini kitabxana ilə yaxından tanış olub, kitab oxuyur və maariflənirlər. ...2022-ci ildən şəhər sakinlərinin, həmçinin turistlərin məmnunluğu məqsədi ilə şəhərin bütün parklarında limitsiz və sürətli optik Wi-Fi ötürücüləri quraşdırılıb. Naftalan şəhəri Azərbaycanda müalicəvi turizm sektorunda həmişə ön sıralarda olub və bu gün də yüksəlməkdədir. Üstəgəl o, turistlərə çox şaxəli xidmətlər göstərir. Azərbaycanda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi pavilyonlarının birinin məhz Naftalanda yerləşməsi də təsadüfi deyil. Salam, xoş gəlmisiniz. Sağ olun, siyavoş. Azər nümayəndəsi. Mənə biraz Naftalan haqqında daha ətraflı məlumat verə bilərsiniz? Naftalan şəhəri ümumiyyətlə sanatoriya kurort şəhəri kimi tanınmaqdadır. Burada ən çox sağlamlıq turizmlə məşğuldur. Bura insanlar, qonaqlarımız, turistlərimiz sağlamlıq üçün bura üz tuturlar. Naftalan şəhərinin özündə bundan əlavə olaraq turlar da təşkil olunmaqdadır. Demək olar ki, bəli, burada xəritəmiz var, Naftalan şəhərinin xəritəsi var, burada baxa bilərsiniz. Xəritənin arxa tərəfində isə burada görürsəniz qərb regionu xəritəsi vardır. Burada gördüyünüz üzrə bax, rayonlar üzrə tarixi abidələr olsun, səyahət olunacaq obyektlər hamısı nümayiş olunmaqdadır. Naftalanın özü də buradadır. Burada siz Naftalan nefti ilə bağlı maraqlı məlumatları əks elətdirən güşə ilə tanış ola bilərsiniz. Mərkəzdə Naftalan şəhəri və yaxın rayonların turizm potensialı barədə ətraflı məlumat təqdim edilir. Axşamlar isə Naftalanda əyləncə atmosferinə düşürsən. Hər yerdə çalçağırdı. Naftalanda sanatoriyada axşam vaxtı əyləncə saatıdır. Burada insanlar rəqs eləyir, mahnıya qulaq asır, oyunlar oynayırlar. Bir sözlə Naftalanda gündüzləri kimi gecələr də işıqlı, əyləncəli və maraqlıdır. Həmçinin burada uşaqdan böyüyə hər kəsin maraq dairəsini nəzərə alaraq istirahət güşələri də yaradılıb. Dünyada yeganə təbii neftlə müalicə mərkəzi sayılan, bugün beynəlxalq turizm mərkəzinə çevrilən Naftalan şəhəri ilbəil dəyişir və imkanlarını artırır. Bu da öz növbəsində şəhərə gələn yerli və xarici turistlərin ildən ilə artmasına səbəb olur. Azərbaycanın unikal təbii sərvətlərindən biri olan Naftalan əsrlər boyu şəfa mənbəyi kimi tanınıb. Nefti möcüzəsinin sorağı artıq dünyanı gəzib. Naftalan nefti təkcə Azərbaycanda yox, bütün dünyada xüsusi maraq kəsb eləyir.
Naftalan nefti elə bir təbii sərvətdir ki, onun zənginliyini və möcüzəsini yalnız ona toxunduqdan sonra, onunla təmaslı olduqdan sonra daha yaxşı hiss edə bilərsiniz. Bu möcüzənin reallığını yaşayan yüz minlərlə insan var. Onların bir qismi təəssüratlarını bizimlə bölüşdü. Мен Қазақстаннан келдім, есімім Гүлбахрам. Осы нафталандағы ем маған ұнайды. Мен электротерапия, магниттерапия және нафталан ваннаны қолданамын. Маған тамақтары да, емі де барлығы да ұнайды. Mən Cabbarov Mail, Murmansk şəhərindən gəlmişəm. Qollarımda, barmağımda arıqlar vardı, işləmirdi barmağım. Hal-hazırda barmağım da işləyir, qollarım duzda gedib, hər şey yaxşıdır. Müalicə çox əladır, çox xoşuma gəlir. Мама чувствует оздоровительный эффект в течение длительного времени. Поэтому мы сюда планируем вернуться еще раз. Здесь очень хорошо. Меня зовут Сергей Сыридов. Я приехал из Казахстана в солнечный Азербайджан. Приехали мы второй раз в этом году. В том году получали лечение, очень хорошо, для здоровья полезно. И вот решили в этом году тоже приехать. Ну, мы довольны. Мы приезжаем с супругой. Сервис отличный и лечение прекрасное. Енді нафталановый ваннан керемет әсер алдық. Өте жақсы. Бірінші рет келдік негізінде осы нафталанға. Жақсы, өте жақсы. Naftalana gələn insanlar ondan ayrılanda xoş təəssüratların əlaməti olaraq özləri ilə mütləq biraz naftalan aparırlar. Möcüzələrin ardınca Azərbaycana gələndə naftalana xüsusi yer ayırın. Burada siz tək şəfa deyil, həm də gözəllik tapacaqsınız. Я в свой день рождения исправляю в Нафталане, в санатории Нафталан. Я приехал сюда из Узбекистана на лечение. Мне очень нравится. Персонал очень хороший, люди добрые. Я надеюсь, я буду часто приезжать. И другим тоже советую здесь лечиться. Bu bölgənin ərazisi qədim insanların yaşayışı üçün coğrafi cəhətdən əlverişli bir məkan olub. Bu torpaqlardan Avropa, Asiyanı birləşdirən qədim ticarət karvan yolları keçib. Xəzər və Qara dənizə asanlıqla çıxış əldə eləməklə Şərq, həmçinin Balkan ölkələri ilə iqtisadi, mədəni əlaqələrin qurulmasına səbəb olub. Zəngin tarixə sahib bu torpaq neçə sivilizasiyaların, tarixi hadisələrin şahidi olub. Goranboy Azərbaycanın tarixində xüsusi yer tutur. Bu bölgənin bir tərəfi düzənlik, o biri tərəfi isə dağlıqdır. Hər iki tərəf tarixi abidələr və təbiət gözəlliyi ilə zəngindir. Kiçik Qafqaz dağlarının şimal-şərqində Murov dağ silsiləsinin əhatəsində yerləşən bu diyarda tarixə düşən iki müqavilə imzalanıb. Bugün onu kəşf eləmək üçün, tanımaq üçün buradayıq. Bura Goranboydur. Salam Goranboy.
Goranboy adının hardan alınması tarixçilər tərəfindən müxtəlif cür izah olunur. Tanınmış Yunan alimi coğrafiyaşünas Strabonun coğrafiya əsərində adı çəkilən 26 tayfanın içərisində Ger tayfası da var ki, bəzi tarixçilər Goran sözünün oradan qaynaqlandığını bildirirlər. Goranboy rayonu 1930-cu ilə qədər Boy Əhmədli adı altında adlanıbdır. Sonra 1930-cu ildə Goranboy adı verilib rayonun inzibati mərkəzi kimi. 1938-ci ildə Goranboy adı dəyişdirilərək Qasım İsmailov adı verilib. Sonraki dövrlərdə 1991-ci ildən sonraki adı isə təkrar Qasım İsmailov rayonunun adı götürülüb və Goranboy rayonu kimi özünə bərpa olunur. Goranboy rayonunun əsas adı Gor sözündən götürülüb, ocaq yeri deməkdir və boy da orada yaşayan xalqın hansı boydan olduğunu göstərən bir işarə kimi öz əhəmiyyətini bu günlərdə daşıyır. Rayon kimi 1930-cu ildə yaradılan Goranboy Bakı şəhərindən 317 kilometr məsafədə Azərbaycanın qərb bölgəsində yerləşir. Avtomobillə Goranboya təxminən 4 saatlıq yoldur. Onun cənub və cənub-qərb hissəsinin Murov Dağ silsiləsinin şimal yamaçları, şimalını isə Bozdağ əhatə edir. Rayonun şimalında dəniz səviyyəsindən hündürlük 50 metr, cənubunda Murov Dağda ən yüksək zirvə Camış Dağıdır ki, onun da hündürlüyü 3724 metrdir. Goranboyu əhatə edən Murov Dağ və Keçəl Dağ zirvələri çox əzəmətlidir. Buludların arasından ara-sıra boylanan bu zirvələri müşahidə eləmək insanda həyəcan yaradır. Onların zəhmini hiss eləməmək mümkün deyil. Bu dağlarda müxtəlif dövrlərdə bir çox qalalar, Alban məbədləri salınıb ki, onların da bəziləri günümüzə kimi sağ-salamat gəlib çıxıblar. Azərbaycanda müqəddəs inanc yerləri yaxın yüzillərin deyil, min illərin yaşıdıdır. Rayonun Meşəli, Yuxarı Ağcakənd, Buzluq, Erkəc, Qaraçınar yaşayış məntəqələrində 5-8-ci əsrlərdə inşa edilmiş Alban məbədləri ərazidə uzun illər Albanların yaşadığından xəbər verir. Bu abidələr eramızın 1-ci əsrindən 17-18-ci əsrlərinə kimi böyük bir dövrü əhatə eləyirlər. Alban məbədləri üzərindəki naxışlar odun müqəddəsliyinin rəmzi kimidir. Bu, həm də Alban tayfalarının müxtəlif təsirlərə məruz qalmasına baxmayaraq, öz dini etiqad və inanlarına sədaqətin rəmzidir. Goranboy rayonu ərazisində bir neçə Alban məbədi var. Meşəli kəndində, Qaraçınarlıda bu məbədlər özlərində Alban memarlığını əks elətdirir. Hal-hazırda biz Qaraçınarlı kəndində yerləşən məbədin içərisindəyik. Bu məbəd eramızın 5-8-ci əsrinə aiddir. Meşəli kəndində yerləşən Alban məbədində aparılmış tədqiqatlar nəticəsində 7-ci əsrə qədər tikildiyi, 12-13-cü əsrlərdə isə onun yenidən bərpa edildiyi müəyyən edilib. Goranboyun dağ kəndlərindən olan Mənəşli kəndində Alban məbədlərinə də rast gələ bilərsiniz. Yüksək dağlıq hissədə yerləşən kəndin qəbirstanlığında qədim qəbirüstü abidələrin birinin üzərində ərəbcə yazıda onun 1365-ci ilə aid olduğu göstərilir.
Goranboy ərazisindəki memarlıq abidələri içərisində Səfikürd və Rəhimli türbələri xüsusi yer tutur. Xudubaba türbəsi Azərbaycanın milli memarlıq sənətinin ən yaxşı nümunələrindəndir. Mənbələrin verdiyi xəbərə görə Xudubaba türbəsi Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə bağlıdır. Goranboy ərazisində Arran memarlığı üslubunda tikilmiş bu abidələr memarlıq, rəssamlıq, sənətşünaslıq və sairələri baxımından diqqəti cəlb edir. Bu türbələrdə həmin dövrün görkəmli adamları, alimlər, səyyahlar, loğmanlar, şairlər dəfn olunublar. Goranboy həm də Azərbaycanda məşhur olan çox dəyərli elm sənət adamlarının, qəhrəmanların, o cümlədən teatr xadimi Əsgər ağa Goraninin, dövlət xadimi Aslan bəy Səfikürtskinin, əmək qəhrəmanı məşhur pambıqçı Bəsti Bağırovanın, şair Əli Nəzminin, yazıcı İsmail Qarayevin, həmçinin onlarla tanınmış şəxsiyyətlərin diyarıdır. Məşhur nəsillərdən birinin nümayəndəsi 19-cu əsrin görkəmli Azərbaycan tarixçisi və ictimai xadimi Mirzə Adgözəl bəydir. Bura Goranboyun Rəhimli kəndinin ərazisidir. Burada 12-19-cu əsr memarlığının ən gözəl nümunələrini özündə əks elətdirən 6 türbə var. Bu türbələrin 4-ü kərpişdən, ikisi isə çay daşından hörülüb. Bu türbələr bir mərtəbəli və bir xanəlidir. Onların hamısı eyni sırada olmaqla bir-birindən 10 metr məsafədə yerləşdirilib. Türbələrin daxili hissəsi çoxbucaqlı fiquru xatırladır və yuxarı hissələrini sönük rəngli karnizlər bəzəyir. Türbələrin üstündəki kitabələrdən ilki 1848-ci ildə, sonuncusu isə 1872-1873-cü illərdə doldurulmuşdu. Bu türbələr dövrünün ziyalısı Mirzə Adgözəl bəyin və onun ailə üzvlərinin qəbrüstü abidəsidir. Onu da deyim ki, Adgözəl bəy Qarabağnamə tarixi əsərinin müəllifidir. Qarabağnamə əsəri 1736-cı ildən 1828-ci ilə kimi olan dövrü işıqlandırır. Əsər 1813-cü ildən sonra Qarabağda baş verən hadisələri təsəvvür edən ilk mənbədir. Mirzə Adgözəl bəy Rusiya imperiyasının hərbi administrativ strukturunda xidmət edirdi və o 2-ci dərəcəli leytenant rütbəsinə qədər yüksəlmişdir. Mirzə Adgözəl bəy həm də dövrünün kamil ziyalısı olub. O, şeirə, sənətə dərin hörmət bəsləyib. 19-cu əsrin yadigarları olan bu abidələrin ikisi zaman-zaman dağılsa da, 4-ü günümüzə qədər salamat gəlib çıxa bilib. Goranboyda tarix muzeyini əvəz edən elə tarixi yerlər var ki, onlar sizə bölgənin keçmişindən daha çox şey deyə bilər. Bu abidələr keçmişin ruhunu daşıyır. Azərbaycanın etnik rəngarəhliyi özünü həm də bölgələrin yer adlarında göstərir. Goranboyun Rus Parisi kəndi də belə məkanlardan biridir. Bir mənbəyə görə bu kəndin əsası 1842-ci ildə, digərinə görə isə 1893-cü ildə Rusiyadan köçürülən Malakanlar tərəfindən qoyulub. Bura Goranboyun dağlıq ərazisidir. Burada bir neçə məşhur kənd var. Onlardan biri də Rus Parisi adlanır. Kənddə əsasən Malakanlar yaşayır.
Kəndin girişində, yolun sağ tərəfində hündür bir təpənin üstündə Alban qəbirstanlığı var. O çox böyük bir ərazini əhatə edir. Kəndin girəcəyindəki hündür təpə üzərindəki qəbirstanlıq, başdaşları, oradakı yazılar, işarələr bu torpağın qədim insan məskəni olduğunu göstərir. Kənd Goranboy rayonunun mərkəzindən təxminən 45 km məsafədə Murov dağ silsiləsinin ətəyində yerləşir. Kəndin təbiətini seyr eləmək, buradakı insanların məişəti, adət-ənənələri ilə yaxından tanış olmaq, malakanların xorunu dinləmək olduqca maraqlıdır. Rus Parisi kəndində yaşayan malakanların öz mədəniyyəti, öz adətləri və öz həyat tərzləri var. Bir də onlar çox gözəl xorla oxuya bilirlər. Tut, пожалуйста. Когда ты за своими придешь, неужели день тот настанет, а меня ты с собой не возьмешь? Неужели в момент вознесения не поднимешь меня в небеса? Не услышу небесного пения, не увижу твои чудеса. Rus Parisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Parisi adlandırılıb. Kənd hər tərəfdən yüksəklik və meşələrlə əhatələnib. Kəndin bir yanı cır armud meşəliyi, digər yanı isə alma bağlarıdır. Bu meşələrdə həm də çoxlu faydalı müalicəli ot və digər bitkilər yetişir. Kəndin yaxınlığındakı kiçik göllər də bu yerin mənzərəsinə əlavə bir gözəllik qatır. Goranboyun dağlıq ərazisində hava tez-tez dəyişə bilir. Dumanlı, çiskinli hava tez bir zamanda günəşli və isti olur. Havanın şıltaqlığına baxmayaraq Goranboyun təbiətinin hər anı gözəldir. Bu təbiəti piyada gəzərək seyr elədikcə onun gözəlliyini daha çox görə və duya bilirsən.
Goranboyun dağ kəndlərinin seyrinə çıxanda mütləq onları əhatə edən meşələrdə piyada gəzin və ya orada piknik qurun. Bu meşələrin yaşıllığı, buradakı rahatlıq, huzur, quşların səsi, ümumiyyətlə buradakı ab-hava sizə zövq verəcək. Goranboyun flora və faunası çox zəngindir. Bir də onu deyim ki, belə meşələri gəzəndə kahlara rast gələ bilərsiniz. Burada biraz diqqətli olun. Goranboyun bulaqları da dillər əzbəridir. Burada olanda sizə hər yerdə bulaqların dadı və xeyri haqqında danışacaqlar. Goranboy bölgəsi bulaqlarla çox zəngindir, xüsusilə dağlıq ərazisi. Burada hər addım başı bir bulağa rast gələcəksiniz. Hər birində özünün tamı və yumuşaqlığı var. Yerli sakinlər belə bulaqların suyuna can dərmanı deyir. Goranboyda olanda əzəmətli Murov dağı yaxından görmək şansımız var idi. Təəssüf ki, 2 dəfə cəhd eləməyimizə baxmayaraq duman bizə imkan vermədi. Hətta 3000 metr yüksəkliyə qədər ayağına getsək də, Murov dağ buludların arasında dumanda gizləndi. O, hətta bu halında belə sehrini, ofsununu saxlamışdı. Murov dağın zirvəsini biz ondan xeyli uzaqlaşandan sonra daha aydın görə bildik. Amma çox uzaqdaydıq. Goranboyun ən məşhur turizm zonaları Murov dağ yamaçları, həmçinin Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələri, Ballıqaya, Buzluq kəndləri və nəhayət qonşuluqda yerləşən Naftalan şəhəridir. Naftalan xüsusilə müalicəvi nefti ilə məşhurdur. Naftalan neftindən istifadə edən sağlamlıq və istirahət mərkəzləri çox sayda turisti özünə cəlb eləyir. Bu şəhərə hər il şəfa tapmaq üçün dünyanın müxtəlif yerlərindən 10 minlərlə turist gəlir. Gələn turistlər Goranboyun dağlıq ərazisində yerləşən istirahət məkanlarından da istifadə eləmək şansını əldən vermirlər. Ağcakənd qəsəbəsində çay boyu salınan istirahət məkanları həftə sonu xüsusilə coşqulu olur. Yüzlərlə insan bura dincəlməyə, əylənməyə gəlir. Bunun üçün ərazidə hər cür əyləncə var. Bu əyləncə və istirahət məkanlarında hazırlanan yeməklərin dadı isə xüsusilə seçilir. Onların dadına, ətrinə, eyni zamanda təbii ingrediyentlərdən hazırlanmasına aşpazlar xüsusi önəm verir. Goranboy mətbəxinin çox dadlı təamları var. Bugün onlardan ikisini həm bişirib, həm də dadına baxacağıq.
Daha doğrusu bu işte bize kömək eləyəcək İradə xanım. İradə xanım salam. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Biz də bugün sizə Görənboy rayonunda məşhur olan iki Bəli. yeməyimizi təqdim eləyəcəyik. Aha. Yeməklərimiz çolpa çığırtması və qaymaqlı can ətindən ibarətdir. Yeməklərimizi hazırlamaq üçün bizə nə lazımdır? Birinciyə başlayaq kənd çolpasından. Çolpanı hazırlamaq üçün bizə lazımdır bir baş soğan, duz, istiot, kərə yağı. Zövqə görə pomidor, biber əlavə eləyə bilərsiniz. İkinci yeməyimiz qaymaqlı can ətimizdir. Can ətini hazırlamaq üçün bizə lazımdır bir baş soğan, göbələk, qaymaq. Axırda hazır olanda birinci üstünə əlavə eləyib süfrəmizə veririk. Böyle. İndi bunları hazırlamaq üçün keçək kənd çolpasının hazırlanmasına. Buyurun onda. Goranboy mətbəxi Azərbaycanın zəngin və qədim kulinariya mədəniyyətinin bir hissəsi olan ləzzətli və unikal yeməklərlə tanınır. Burada yerli məhsullardan hazırlanan xüsusi dada malik yeməklər çoxdur. Goranboy mətbəxində əsasən ət yeməkləri, müxtəlif xəmir xörəkləri, həmçinin təndir çörəyi kimi ənənəvi Azərbaycan təamlarına rast gəlmək olar. Bu toyuq çığırtmasıdır, kartofla qızardılıb. Əvvəl toyuğun dadına baxaq. Biraz da indi növbəti yemək dadına baxaq. Bu can ətindən qaymaqlı, göbələkli yeməkdir. Qaymaq ətə xüsusi dad verir. Goranboyda olanda mütləq bu təamların dadına baxın. Sonra mənə çox sağ ol deyəcəksiniz. Nuş olsun. Goranboy zəngin tarixi və füsunkar təbiəti ilə sizi təəccübləndirəcək qədər gözəl və təkrarsız bölgədir. O bura qonaq olan hər kəsi valeh edəcək qədər imkanlara sahibdir. Zəhmli və möhtəşəm dağ zirvələri isə əminəm ki, sizdə heyrət yaradacaq. Bu bölgənin insanları da özü kimi gözəl, qürurlu və çox qonaqpərvərdirlər. Bu qonaqpərvərliyi siz addım başı hiss eləyəcəksiniz. Bu bölgəni təkrar görmək, havasını duymaq, zirvələrini fəth eləmək arzusu ilə ondan ayrılırıq. Əminəm ki, burada kəşf olunası hələ çox yerlər var. Səyahət xoşbəxtliyin ən yaxşı katalizatorudur. Bu sözləri Amerikan yazarı Mark Twain deyir. Çünki yeni tanışlıqlar, yeni mədəniyyətlər, yeni insanlarla ünsiyyət sizdə xoş təəssüratlar yaradır. Bu isə sizi xoşbəxt edə bilər. Əgər belə bir xoşbəxtliyi özünüzə hədiyyə eləmək istəsəz və Azərbaycana səfər eləsəz, o zaman Goranboyu da siyahınıza əlavə eləyin. Gəlin, görün, tanıyın və yeni bir xoşbəxtliyi özünüz üçün kəşf edin.